Bilirsən niyə deyirəm bazı hərəkətlər işlə? Çünki sən bazı hərəkətlər işləyəndə sənin hər yerin möhkəm olur, hər yerin bərkiyir. Məsələn, uski jim, yaxın jim. Burada triceps işləyəcək. Bax, triceps əzələsi işləyəcək indi. Triceps işləyərkən fikir ver, sinə də qoşulur. Çiynin önü də qoşulur. Biləyi də saxlayır. Öndə sərbəst. Bax, göstərirəm. Bunu da işləyərkən tutduq, göz təlimlə çıxartdıq buradan. Əllərimi belə dirsəklər yaxın. Bax, düşürük. Fikir ver. Tricepsi sıxırıq uşaqlar. Sinəni sıxmağa burada ehtiyac yoxdur. Düşdük. Hop, tricepsi sıxırıq. Düşdük. Hop. Və çalışmaq lazımdır. Tricepsi gərginliyi altında saxlayaq. Bundan sonra 4-5 basot işləyim bunu. 8, 10, 15, 20 say. Sizə ana süt kimi halaldır. Bütün troslar, bütün izolyasiyalar. Matı.